İslam dininin böyük bayramlarından, əsas bayramlarından, müqəddəs bayramlarından biridir, Qurban bayramıdır. Hamımızı bu gözəl bayram münasibətilə təbrik edirəm. Şəriətimizdə də var, bilirsiniz, Qurban bayramı namazından sonra bir neçə dəqiqə Qurban bayramının bir mahiyyəti var. O haqda danışılmalıdır, xütbə olunmalıdır. İnşallah bir 4-5 dəqiqə, 6 dəqiqə bu haqda Quran-ı Kərimdə olan qissəni sizə danışım. İbrahim Peyğəmbəri bilirsiniz. Həzrəti İbrahim Peyğəmbər çox imtihanlarla üz-üzə qalıbdır. Allah onu çox imtihan edibdir, digər Peyğəmbərlər kimi. Amma İbrahim Peyğəmbərin imtihanı çox ağır imtihanlar olubdur. Amma buna baxırıq, görürük ki, İbrahim Peyğəmbər bütün imtihanlardan da üzağ çıxıbdır. Amma ən böyük imtihanı nə oldu? Allah Teala İbrahim Peyğəmbəri oğlu İsmaillə imtihan elədi. Çox böyük bir imtihandır. Bilirsiniz, İbrahim Peyğəmbər uzun müddət övlad həsrəti çəkdi. Hər zaman Allahdan istəyirdi ki, bir övladım olsun. Allah Teala ona ahıl vaxtında, qoca yaşında İsmail'e bəxş elədi. İsmail Peyğəmbəri verdi. Həzrəti İsmail Peyğəmbər gəldi 13 yaşına çatdı. İbrahim Peyğəmbərin ən böyük imtihanı başladı. Allah Teala'dan əmr gəldi ki, ey İbrahim, oğlun İsmail'i özün öz əlindən başını kəs. Bax ha, bir ataya əmr olunur bu. Hansı övladı uzun müddəti həsrətindəsən ki, bir övladım olsun, Allah o övladı verir, sonra da əmr edir ki, özün öz əlinlə onun başını kəs. Həqiqətən böyük bir imtihandır. İbrahim Peyğəmbər, Quran qissələrini deyim sizə, Quran ayələrini deyirəm. İbrahim Peyğəmbər gecə yatarkən yuxuda görür ki, ona əmr olunur ki, ey İbrahim, özün öz əlinlə oğlun İsmail'in başını kəs. Həzrət İbrahim Peyğəmbər yuxudan ayılır, başa düşür ki, Peyğəmbərlərin, məsumların yuxusu heç vaxt şeytanı yuxu ola bilməz. Nəsə bir hikmət var. İbrahim Peyğəmbər 2 gecədə ardınca, ard-arda eyni yuxunu görür. Və başa düşür ki, bu əmri dərhal yerinə yetirmək lazımdır. Dərhal yerinə yetməlidir. Saffat surəsinə baxın, 100-cü ayədir. İbrahim Peyğəmbərin duası. Ey Rəbbim, mənə salihlərdən olan bir övlad ver. Sonra Allahın müjdəsi, Saffat 101. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. İbrahim dua eləyir, Allah müjdə verir ki, sənə övlad verdim. İndi baxaq, hər zaman Allahın sınağından üzü ağ çıxmış Həzrəti İbrahim Peyğəmbər gəlir 13 yaşlı oğlu İsmail'in yanına. Oğluna yuxusunu danışır. Deyir ki, oğlum, mən yuxuda gördüm ki, səni qurban kəsirəm. Sənin fikrin nədir? Ataya baxın. Demədi, mənə əmr olundu ki, sənin başını kəsir. Deyir, oğlum, mən yuxuda gördüm ki, səni qurban kəsirəm, sənin fikrin nədir? İndi İsmail Peyğəmbərin cavabına bax. Həzrəti İsmail cavab verir ki, ya əbəti, burada bir neçə nöqtə var, diqqətlə qulaq asın. Ya əbəti, atacan, sənə əmr olunan nədirsə onu yerinə yetir. Və mənim necə səbirli olduğumu görəcəksən. Saffat 101. Nə demişdi? Biz də onu həlim xasiyyətli bir uşaqla müjdələdik. Gör nə deyir də? İbrahim Peyğəmbər oğlu İsmail'i birbaşa qurbangaha aparıb başını kəsə bilər. Düzdür? Amma gəlir uşaqla məsləhətləşir, uşağın fikrini öyrənmək istəyir. Niyə? Nəfsə qarşı mübarizədə ata-bala istəyir ikisi də. O mübarizəni yaşasınlar nəfsə qarşı. Və onun bir ləzzəti var. İbrahim Peyğəmbər istəyir o ləzzəti övladı İsmail'e də yaşatsın. O nəfsə qarşı mübarizədə olan. Diqqət elə, nə dedi? Dedi, atacan, sənə əmr olunanı yerinə yetir. Və mənim necə səbirli olduğumu görəcəksən. Atacan, yəni nə? Niyə atacan dedi? Yəni, ata, narahat olma. Bu işi görürsən, sən mənim başımı kəsəcəksən. Bu bizim ata-bala münasibətimizə heç bir xələl gətirməz. Ona görə sənə atacan deyə müraciət edirəm. Saffat surəsi 102. Danışdığımın ayəsi. Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim,
Ey oğlum, mən yuxuda səni qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən? Uşaq cavab verir. Atacan, sənə əmr olunanı et. İnşallah mənim səbirlərdən olduğumu görəcəksən. Ata bala imtahanın birinci mərhələsindən uğurla keçdilər. İndi bax, gəlirlər Mina dağları arasındakı çölə. Ata bala arasında bir dənə diyaloq var. İndi buna fikir verək. 13 yaşlı İsmail atasına deyir. Atacan, ayaqlarımı yaxşı bağla ki, qoy çabalaya bilməyim. Niyə? Uşaq deyir bunu. Deyir, yoxsa savabım azalar. Allah mənə bir savab qoy bax. O savab azalar. Atacan, ikinci nöqtəyə bax. Deyir, bıçağı yaxşı itilə. Boğazımı tez kəsə biləsən. Deyir, həm sən, həm də mən bu işə yaxşı dözə bilək. 13 yaşlı uşağın atasına dediyi sözlərdir. Bu nədir? Oğlun atadan gördüyü imandır, dərsdir. Ata bala yazırlar. Deyir, ata bala bir-birini qucaqlayır. Burada bir nöqtə var, istəyirəm ona toxunum, bəzən səhv anlaşılır. Ata bala bir-birini qucaqlayır. Deyir, atası oğlun yanağından öpür, hər ikisi başlayır ağlamağa. Və bunu bəzən bizə səhv çatdırırlar ki, onlar qorxudan ağlayır. Yox, nəyin qorxusuna? Deyirlər, ata balanın boğazını kəsməkdən qorxur. Bala boğazını kəsilməyindən qorxur. Yox, səhv məlumatdır. Bu ağlama sevinç gözyaşıdır. Onlar hər ikisi sevinir, hər ikisi xoşbəxtdir. Hər ikisi bilir ki, biz Allaha qovuşacaq. Bax, bunun sevincini yaşayırlar. Hər ikisi Allahın əmrini yerinə yetirir. Buna görə gözyaşı tökürlər. Və İbrahim Peyğəmbər gəlir nöqtəyə. İbrahim Peyğəmbər, Quran deyir, bıçağı cəld şəkildə oğlu İsmailin boğazına çəkir. Niyə cəld çəkir? Atalıq bir his var da insanda. Atanın bir atalıq hissi var. Ona görə cəld çəkir ki, birdən atalıq hissi Allahın əmrini üstələyər. Bıçağı cəld şəkildə çəkir oğlu İsmailin boğazına, bıçaq kəsmir. Ata bıçağa əmr eləyir, kəs. Allah bıçağa əmr eləyir, kəsmir. İkinci dəfə Həzrəti İbrahim yenə cəld şəkildə bıçağı oğlu İsmailin boğazına çəkir. Bıçaq yenə kəsmir. Quran bütün intizarlara son qoyur. Görün nə deyir? Deyir, biz onu çağırıb dedik. Ey İbrahim, artıq sən yuxuvu gerçəkləşdirdin. Biz yaxşı iş görənləri belə mükafatlandırdıq. Növbəti ayə, həqiqətən bu açıq aşkar bir imtihan idi. İbrahim Peyğəmbər oğlu İsmaillə birlikdə bu imtihandan üzü ağ çıxdı. Və nəticə, Xəlilullah, Allahın dostu, gəldi o dərəcəyə çatdı. Necə çatdı? Neçə illər qısasını deyə, övlad həsrəti çəkdi, övlad. Allaha dua edirdi, ya Rəbbim, mənə övlad bəxşiş elə. Mənə övlad ver. Allah ona qoca yaşında verdi o övladı. Övlad gəldi, 13 yaşına çatdı, dedi İbrahim övladımı ver mənə. Həzrəti İbrahim nə dedi, ləbbeyk. Ya Rəbbim, bu övladı sən veribsən, məndən istəyirsən, necə ver? İbrahim onun boğazını kəs. Baş üstə ya Rəbbəl aləmin. Allah yoxladı, hələ görün dediyini eləyəcək, bıçağı da çəkdi. Allah dedi, bəsdir, sən imtihandan uzaq çıxdın. Sən imtihanı keçdin. Allah dost olmaq, bax, belə imtihanlardır. Biz də özümüzə baxaq. Bir balaca imtihan, sıxıntı, bəlada özümüzdən çıxmayaq. Allaha təvəkkül eləyək. Bax, bu günləri qurbanlar kəsiləcək. Kəsdiyimiz qurbanlarla bərabər içimizdə, nəfsimizdə olanları kəsək. O qeybət eləyirik bütün gün, onu kəsək. Yalanı kəsək. İnsanların haqqına giririk, onu kəsək. Qəlb qırırıq, onu kəsək. Ən pisi bilirsiniz nədir? İçimizdə o ücub xəstəliyi var. Təkəbbürlük görünmür. Heç kim onu hiss eləmir. Bir-iki dənə kitab oxuyur, dünən ağa qəşəng dedi. Bir-iki dənə kitab oxuyur, vallahi billahi. Özünü böyük bir şeylə hiss eləyir. Mən aliməm, özündən hədislər filan, izahlar verir. Baxırsan, yaxın getmək olmur. O ücub xəstəliyidir. Hər bir insanda ola bilər. O içimizdə olan ücub xəstəliyini kəsək, təkəbbürlüyü uzağa qoyaq. Gözəl sözdür, bir neçə günlük dünyadır bu dünya həqiqətən. O deyirlər bəzən 3 gün, dünən çıxıb,
Bu gün var, sabaha ümid yoxdur. Niyə insanların qəlbini qırırsınız? Niyə insanları incidirik? Niyə bu ömrü günahla keçiririk? Ona görə bugünkü qurbanımızı kəsdik, nəfsimizdə olan bu günahları da kəsək.